açıldı, sever ürəyim. Başımda oynayır sevdalı fikrim. Sənin üçün gör necə darıxdım əzizim. Köçən quşlardan xəbər eylədinmi? Bir anda Bu video mənim diqqətimi çəkdi. Yəni mənim pasiyentim deyil, sadəcə qarşıma çıxdı, paylaşdım burada. Niyə görə paylaşdım? Çünki biraz izlədim ki, bu nədir? Axı 50 mindən yuxarı like, altında kommentlərlə, milyonlarla baxış və insanlar yazır ki, əsl burun əməliyyatı belə olar. O biri həkimlər baxsın, buradan öyrənsin, nə bilim, belə də, bildirsizlər belə yəni. Və girdim, baxdım, ümumiyyətlə bunu kim paylaşır? Paylaşan səhifə ümumiyyətlə, yəni marketoloq səhifəsidir, həkim səhifəsi deyil. Yəni Lord Zərrah adında səhv eləmirəm səhifə idi. Və sonra girdim, başladım ki, bunu görək kim edib, hansı həkim edib, əvvəl nəticə necə olub. Gördüm ki, ümumiyyətlə 5000 kommentin içində, yəni ki, arada soruşurlar ki, bunu edən həkim kimdir, yəni həkim bilinmir. Yəni ki, ərəb dilində bir komment tapdım və orada gördüm ki, bu ümumiyyətlə Azərbaycana aid deyilsin bir şəkil deyil, Azərbaycana aid paylaşım deyil, bu xaricə aiddir və kosmetoloji bir prosedurdan sonra da, yəni hansısa bir heç əməliyyat deyil, yəni məlumat yarımçıqdır da belə. Və altında kommentlərə baxdım və insanlar bu dərəcədə əminliklə ki, əsl burun əməliyyatı belə olar, yəni bütün hamı belə olmalıdır. Yəni burada mən həmişə dediyim kimi, cavan pasiyent üz izləri gözəl, burun da böyük deyil. İndi orada yüngülvari bəlkə toxunuş edib həkim, yəni istənilən həkim bunu toxunuş edəsə, onsuz da nəticə belə olasıdır. Yəni bu burun əməliyyatı deyil. Bu sadə formada, yəni başlayan həkimlər üçün olan yüngül bir şeydir, amma nəticə yaxşı. Nəyə görə gözəldir? Çünki əvvəldən bir problem yoxdur. Xəstə əvvəldən üz izləri gözəldir və insanlar, adətən savadsız insanlar necə qiymətləndirir? Ani, şuursuz. Baxdı, xoşuna gəldi. Baxır belə, görür ki, nə gözəl, burunda balaca, ay qəşəkdir. Demiş ki, bunun əvvəldə bir problem yox idi. Yəni, insanlar bunu dərk edə bilmir də. Bir IQ-su aşağı olanlar da, intellekti biraz aşağı olanlar. Tutaq ki, əhalinin, belə deyək, burun əməliyyatına gedənlərin 15-20% belə alınır. Bu cür, bu kateqoriyaya aiddir. Ancaq qalanları yox. Bir 70-80% bura aid deyil. Bunların içində iri burunlar var, çətin burunlar var, nə bilim, qalın dərilər var və s. Min dənə problemli əməliyyat olanlar bilir də. Yəni, heç kimə bu cür qarantiya verilmiş ki, əksər xəstələrə və nəticə də belə olmur əksəriyyəti və əvvəldən də bilir ki, belə olmayacaq, onda vəziyyət başqadır. Və bu olsun 70-80% və əsl professionallıq da bu cür çətin burunlara lazımdır. Amma insanların böyük əksəriyyəti gördüyümüz seçimi necədir? Sadə formada, yəni ki, onlara bir dənə şəkil göstərirsən, nə şeydir, mən gedirəm ora, nə bilim nə, halbuki İstanbulda həkim də durmur. Onu marketoloq paylaşıb ki, aparıb sonra ora gələn xəstələri başqa həkimə versin və oradan məsələ pul qazansın, başa düşürsünüz. Yəni, bu dərəcədə vəziyyət şeydir və həmin bu, məni əsas pisi təsir edən nədir? Həmin bu savadsız, aşağı intellekti olan kateqoriyalı insanlar götürür belə görsən, normal bir, çətin bir burnu paylaşırsan, altında başlayır, ağzına gələni yazma. Yox, bu nə burundur? Onun burnu elə bir turbaya oxşuyur, burası belə burundur. Ağzına gələndə, başa düşürsə, yəni belə biraz, şəxsiyyəti biraz alçaldıcı formada kommentlər yazır və pasiyent yazır. Doktor, orada niyə görə o kommenti yazırlar bura? Yəni ki, baxırsan ki, yoxdur da, bu insanın qabında yoxdur da, bu insan düzgün qiymətləndirə bilmir, özü savadsız dünyadan xəbərsiz bir insandır. Yəni, ona uyğun da hərəkətini eləyir, başa düşdünüz. Yəni, ona görə biz belə insanlara qarşı, ümumiyyətlə, heç olmasa məsləhət görün onlara, ətrafımızda varsa, geçsinlər biz, heç olmasa süni intellektdən soruşsunlar da. Yəni ki, hansısa paylaşıma baxırsan, paylaşımı skrin elə, apar süni intellektdən soruş ki, bu paylaşım originaldır, original deyil, necə fikirləşir, heç olmasa süni intellektin fikrini soruşun da, daha çıxartdılar da süni intellektdə çıxartdılar. Daha bu avamlıq cahillik dövrü getdi, mən bilmirdim, mən avamam, mən cahiləm. Artıq bu variantlar işləmir. Oldu, yaxşı, sağ olun, təşəkkür edirəm.